Kanal izləyiciləri, bugün sizi Xırdalı mərkəzdə Aytaz restoranının yanında 1-ci Mədəniyyət Məhəlləsində belə bir 2 mərtəbə 3 otaqlı həyət evi ilə tanış edirik. Alt hissəsindən başlayacağıq çəkilişə, belə göstərək. Ev yəsi özü üçün burada belə bir yay mətbəxi düzəldib, belə deyək. Yay mətbəxidir, kombi sistemi var, göstərir. Bura istipoldur. Sanitar qovşaq düzəldib. Burada belə bir ambar kimi bir yer var. Bu da burada sex olub, tikişlə məşğul oldular. Stanoklar çıxacaq, avadanlıq çıxacaq. Belə bir yerdir, istipoldur yeri. 1-ci mərtəbənin stol qoyub oturmaq olardı. Belə deyək, aşağı letni yay yeri, belə deyək, yay kutlası, yay yeri oturmaq üçün 1-ci mərtəbədə. Kombisi var, kürsüsü görürsünüz, 14 daşlı, belə deyək. Evimiz kubçalıdır, orta təmirlidir. Yeni parketdir, girişdir, koridor sistemidir, ayrı-ayrıdır. Belə bir mətbəxi var. Burada paltaryan xaladenik soyuducu götürüləcək. Qalan qalacaq. Kombisi var. Bura bir otağıdır, genişdir otağı. Sadəcə burada əşyalar yığılıb, ev satıldığına görə işləri götürəcəklər. Bu ikinci yataq otağıdır. Belə deyək. Sanitar qovşağıdır. İkinci mərtəbədə. Bu da qonaq otağıdır. Evimiz orta təmirlidir, gidib yaşamaq olar. Yeri parketdir, laminatdir, qeyd edirəm. Kubçası var. Orta təmirli, kürsülü, belə də bir həyəti var. Baxın, maşın saxlamağa yeri var demək istəyirəm. Yerləşdiyi yer Xırdalı mərkəzdə. Aytaz restoranı. Qıran Şadlıq Sarayından aşağı 1-ci Mədəniyyət Məhəlləsində hər yerə çıxışa, hər yerə yaxın 2 mərtəbə, 3 otaqlı həyət evi. Kubçalı. Sizin də əmlakınız varsa satışda bölümümüzə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.